Necə fəryadınla əlini xilas elədin, bizi də xilas elə. Şeytanların əlindən bizi də xilas elə. Ana, Ramazan ayının fürsəti bitdi. Ramazan ayı daxil olanda deyirdik nələr eləyəcək bu ayda. Amma heç nə eləyənmədik biz. Ay bitdi, biz heç nə eləyənmədik. Onlar Allaha deyəsən ki, görməməzliyə vursun bu orucu. Onlar Allaha deyəsən ki, bu namazı, bu orucu bizə bağışlasın. Heç elə bil ki, görməməzliyə vursun. Bir cavan can verirdi, canı bədənindən çıxmırdı. Peyğəmbər dedi ki, bu cavan nəsə çətin can verir. Anasını çağırın, ananı çağırdı. Dedi, ana narahatlığım var oğlundan. Dedi, ya Rasulallah, bəli, ürəyimi bək sındırır. Dedi, ana qurban olum, bağışla da, onu bağışla, rahat can versin. Dedi, yox ya Rasulallah, o məni çox pis incidir. Deyir, dəmiri qızdırdılar, balasına gətirib yaxınlaşdıranda, ana dedi, bağışladım, ürəyim dözmür. Uşaq deyir, rahat can verdi. Mən də anamıza, xanım Zəhraya deyirəm, xanım, biz də səni çox incitmişik, sənin üzvə ağ olmuşuq günahlarımızla. Olmaya bizdən narazısan, amma yox, sən eşitmişik, belə ana deyilsən. Sənin eşitmişik çox vəfasız qonşuların var idi. Sən onların qapısını döyürdün, onlar qapılarını üzvə bağlayırdılar. Amma sən axşam neynirdin, o vəfasız qonşuları dua eləyirdin. Mən ki, səni incitməmişəm, sənin üzvə qapı bağlamamışam. Mən həmin adamam Əyyam-ı Fatimiyədə ya Zəhra demişəm. Mən həmin adamam Məhərrəmdə sənin Hüseynvə göz yaşı tökmüşəm. Necə qiyamətdə bizə şəfaət eləyəcəksən? Ramazan ayının son günüdür, heç nə eləyənmədim, dizimi qucaqlayacam axşam. Deyəcəm, ana, özün gəl köməyimə, əlimdən tut. Sən o ana sanki bir 50 qunut tutub, ona insafsızlıq, vəfasızlıq eləyənləri dua eləyirdin. Biz bu aydan əli boş ayrılacaq. Xanım Zəhranı dəvət edirəm. Vida anlarında, vida anıdır. Vida anında Allah'ın verirəm Həzrət Fatimənin o zamanına ki, Əlidən ayrılırdı. Eşitmişsiniz də, Əli hey deyirdi, kəllimini, kəllimini, Zəhran məni danışdır, mənimlə danış. Danışmasam mən ölərəm. Bir səsin eşitdi, gözlərin açdı. Gözlərini açdı, deyir, ikisi də ağladılar. Bu şəkildə Əlidən ayrıldı. Vida rozəsidir, Hüseynlə Zeynəbin ayrılıq anı gəlir gözün qabağına. Heç cür bu bacı qardaşından ayrılanmırdı. Çox çətin idi İmam Hüseynə. Xeymələrə tərəf gəldi, bağrına bastı. Mən bəzi yerlərdə görmüşəm ki, neçə dəfə qayıtdı, çünki Zeynəb özündən gedirdi, Hüseyn ayrılıb meydana gedəndə. Qayıdıb onu özünə gətirdi, sonra getdi. Sonra meydana getdi. Biz Ramazan ayından vidalaşırıq, salamat qal. Salamat qal, ey Allahın ən böyük ayı. Salamat qal. Sabah bu məscidin divarları ağlayacaq sizlər üçün, darıxacaq. Vallahi hədislərdə var ki, yer, göy möminlər üçün darıxır. Salamat qal, ey Ramazan ayının gündəlik duaları. Salamat qal, ya Əliyyü, ya Adim, ya Qəfuru, ya Rahim. Salamat qalın, ey Qədr gecələri. Bikə ya Allah, bikə ya Allah. İlahi bi Əliyyin, bi Əliyyin, bi Əli. İlahi bi Fatimətə, bi Fatimətə, bi Fatimə. Salamat qal, ey coşan kəbir duası. Subhanəkə ya la ilahə illa ənd. Əl-Qaus, Əl-Qaus, xəllisna minən nar. Ya Rəbb, sən bizi tərk eləyib gedirsən. Ay mübarək Ramazan ay, səndən üzr istəyirəm. Səndə elədiyim ibadətlərə, elədiyim hörmətsizliyə görə. Səndən bir xahişim var, qiyamət günü Allahla görüşəndə məndən şikayət eləmə. Mənim də bacardığım bu oldu. Mənim bir daha deyirəm, ürəyi yaralı anam var, onu bu gecə dəvət eləyəcəm. Deyir ki, kimsə bağışlanmadısa, axır fürsətdir, bu gecə, bayram gecəsi. Bilmirəm, mən bu gecəyə qalanlardanam, amma ilahi sənə vasitə gətirmişəm Həzrət Zəhranı, sən onun sözündən çıxmazsan. Ana, xahiş edirəm, o gözəl əlləri qaldır, Allahdan istə, Allah bizim günahlarımızı
bağışlasın bugün. Allah bu Ramazan ayını bizə sonuncu orucluq qərar verməsin inşallah.